döyüşdə uduzdu. O bəzi paxıl idmançılardan söhbət gedir. Hansı ki, döyüşü uduzub. Döyüşdən sonra ən azından o insan yazar ki, qardaş, eyb yoxdur da, bir ürək-dirək vermək söhbəti var da. Bu məni çox həqiqətən çox belə düşündürür. Mənə deyirdilər ki, bizim idmançılarımızda o təəssüflər olsun ki, o paxıllıq hissi var. Hansı ki, o düzəltmək olmur. Mən nə qədər çalışıram, nə qədər əlləşirəm ki, bu birliyi yaradım. Ancaq ki, çox təəssüflər olsun ki, o məndə alınmır. Alınmır necə? Elə bir ki, bu bizim suyumuzda var, neyimizdə var. Arkadaş, suyun pisdirsə, inline su filtrindən ya Sintra su şirkətindən alıbları suyu dəyişə bilərsən. Ona görə bax, adama həqiqətən çox təsir göstərir ki, Bernakl kimi turnirə gələsən, düzdür, Elnur Selimanov qələbə qazandı nokautla. Knuckle up from the Bulgarian referee, Radoslav Petrov. Fighting, nature of bare knuckle fighting, and this stepping right hand for the fight from Azerbaijan. Suleymanov, that is it! A rapid fire finish at the start of round number 2 and victory. Ancaq ki, Fuad, hamı bilir ki, Fuadın haqqına girdilər. Ən azından bir çək paylaş, bir fikir bildir. Bu, özün də idmançısan, özün də bilirsən ki, bu nə qədər əziyyətlidir və nə qədər insana təsir göstərir ki, o götürüb o paylaşmayanda, eləməyəndə də. Çünki Instagram sosial şəbəkə elə bir şeydir ki, istərsən o insana bir motivasiya verir paylaşılanda. Sən özün də idmançısan, sən də özün döyüşlərin olanda oturub baxırsan, kim səni paylaşdı, kim səni paylaşmadı. Sonra da gəlib mənə danışırsan ki, qardaş, gördün də, məni paylaşmadılar, filan kəs məni paylaşmadı. Sən özün də paylaşmırsan. Bax, Fuad elə bir idmançıdır ki, mən onu özüm izləyirəm. Kim hansı yarışa gedir, kim hansı yarışdan gəlir, o uduzdu, o insan onu dəstəkləyir. Biz niyə beləyik? Başqa ölkələr hamıda bu yumruq var, bu birlik var, ancaq o bizdə yox. Sonra da dedik ki, biz belə idmanımız belə inkişaf eləsin, idmanımız bu işi görsün. Amma biz idmançılar birimizə dəstək olmuruqsa, heç vaxt bizə kimsə dəstək olmayacaq. Məsələn, Fuad buraya gələr. Bax, bu insanın bir dənə zəhmət olmasa, bax onun üzrə. Dünənləri 5 raund döyüşüb, 5 raund döyüşüb, özdə bütün organizasiya, bütün idmançılar Fuadla fəxr eləyiblər. Bizim Azərbaycanlı iş adamları gəldi burada Fuadla görüşdülər. İndi də birazdan inşallah yenə gələcəklər. Birimizin biraz qədrini bilək, bir-birimizə biraz necə deyirlər, o poddeşka olaq da ən azından. Yəni sözlə yox, ancaq hərəkətlə. İnşallah yaxşı olar. Mən bütün bu sözlərimi bütün idmançılara şamil eləmirəm, çünki paylaşanlar da oldu. Mən ola bilər kimisə işi çıxıb, yəni vaxtı olmayıb, ancaq ki o insan ki baxıb, görüb və paylaşmayıb o içində o paxıllıq hissi olan insanlara deyirəm ki, paxıl olmuyor. İnşallah